Deməli belə, 6-ya qədər hansını deyim? 1. 1. Əminsən? Deyir 10%-nə dəftər aldı. 90-ın 10%-ni tapıram. 9. 90-dan da 9 çıxıram. 81. Şu. Sual deyin canım. Altını deyim. Altını demeyeyim. Koşunusun qiymətlər çoxluğu -1-dən müsbət bir aralığındadır. 4-a kiçik bərabər olmalıdır 1-dən, böyük bərabər olmalıdır -1-dən. Hər tərəfi də 4-ə bölürəm. Kiçikdir bərabərdir 4-də 1-dən, böyükdür bərabərdir -4-də 1-dən. Cavab olacaq -4-də 1-dən 4-də 1-ə qədər. Aydındır? 7 çox qəşəng misaldır. Baxırsınız bura. Bunu yazıram. 4 üstü x vur 4. 16 vurulsun 2 üstü x. 20'ni de atıram bu yana. Kiçikdir 0'dan. Hər tərəfi 4'ə bölünəm. İndi 2 üstü x-ə bir dənə t desəm. Bu t kvadratı olur mu? T kvadrat çıxılsın 4t çıxılsın 5. Hansı ədəddir ki toplayanda 4 verir? Vuranda verir -5. Toplayanda 4, vuranda -5. 5 mənfidir. -1, 5. İndi qoy asırsınız mənə. Müsbət, mənfi, müsbət. Alıram -1-dən hara qədər? 5-ə qədər. Siz daxı 2 üstü x-ə t demişəm. 2-nin qüvvətləri bu aralıqda hansı ədədlərə bərabər ola bilər? 1-ə, 2-yə, bir də 4-ə. 2 üstü x 1 isə x nədir? 0. 2 üstü x 2-dirsə x 1-dir. 2 üstü x 4 üstü x neçədir? 2. Müsbət əllərin cəmini istəyir. 1 ilə 2-ni toplayıram. Cavab neçə olacaq? 3. Aydındır? Necə getmişəm? Aha. Sonra? Sonra 1 olur, 2 olur da başqa heç var. Və ətraflı düzgün saymırıq. O seçmədir. Bu nihadın hatıymış. Deyin gəlsin. 19. Çox getdi. 8. 8. Bunların ikisindən də eyni anda kök almaq olar. 4 üstü loqaritmi 4 əsasdan 7. 4'lər gedir. 9'dan da 7'nin çıxıram. Cavab neçə eləyəcək? 2. Sual deyin. 16'ya qədər. 10. Deməli belə. Deyir orta xəttdə paralel olduğu tərəfdən 4,4 cm kiçikdir. Orta xəttinə x desəm, oturacaq neçə olur? 2x. Deyir bunun arasındakı fərq 4,4'dür. X alıram 4,4. İndi uzunluqları cəmi istəyir 3x. 3'ü vuracam 4,4'ə. Cavab olacaq 13,2. Deməli belə, baxırıq 11'ə. 45 dərəcəli mərkəzi bucağa uyğun deyir 15'dir. Düzdürmü? Bu hara sualıdır? Canlı sualıdır. Tam dairə 360'dır. 360'a qarşı x. Bu 8 dəfə böyüyübsə, bu da 8 dəfə böyüyür. Cavab olacaq 120. Aydın da? Sual verməyib bax. 15'e qədər. 14. 14'e qədər. Yoxdur. O sen saxla. Deməli, bərabəryanın trapesiyadır 8, 18. Daxilinə çevrə çəkilirsə, qarşı tərəflərin cəmi bərabər olur. 2c bərabər 26, c-ni tapıram 13. Buradan bir hündürlük çəkirəm. Bu bizim qanadımızdır. Qanadı tapanda nə edirlər? Böyükdən kiçiyə çıxıb 2'yə bölürlər. 18'dən 8 çıxıram 10. 2'yə bölürəm. Bura neçədir? 5. 13, 5. Fagordan hündürlüyü neçədir? 12. Radius hündürlüyün yarısıdır. 12'ni 2'yə bölürəm. Neçə tapıram? 6. Çevrənin uzunluğu da 2 pi'dir. Olacaq 2 pi. Vur 6. Cavabı alıram 12 pi. Aydın da? Buyurun. Tək funksiya bizdə x-dir, x kubudur. Cüt funksiya x kvadratdır, sərbəst həddir, modul x-dir.
Cüt funksiyası təklər yoxa çıxmalıdır. Bu da 0 olmalıdır. Bu da 0 olmalıdır. A çıxır 0. A-nı tapıram 3. A kvadrat 9, 0. A kvadrat alıram 9. A-nı alıram müsbət mənfi 3. Ortaq cavab olaraq götürüm 3. Aydındır. 18-ə qədər var. 18. 2 il əvvəl 11-ə keçid imtahanına saldığım sualdır. Bilin, birdən saşaram, bu ildə salaram. Bunun vuruqları ayırsam x-2, x-3 deyil. Hər ikisində orta x-2 var. Çıxardıram motorzu xərci. Qalır 2 çıxılsın modulda x-3. Hasil 0-dırsa ayrı-ayrı götürürəm. 0. Şeydə, bunu ortaq vuruq kimi çıxartdım. Burada 2 qaldı, burada modulda x-3. Modulda x-3 bərabərdir 2-yə. Bunu da 2 alınan açırım. Bir dəfə 2 götürürəm, x5. Bir dəfə də mənfi 2 götürürəm, x olur 1. 1, 5, 2. Toplayıram, neçə olacaq? 8. 18. Hadi. 2 sıx modulda x-3. Hə. Təzə yaza bilərsiniz. Zaten görün. Bax. Bu qabağı. Bunda vuruqları ayranda modulda x2, vur x3 olur. Hə, bildim. Evçi buranı çıxartmışım. 19. 16 baxmışdım mən. 16'ya yox baxın. Burada 10 ilə 80-in cəmi neçədir? 90. Cəmləri 90 verirdisə, özlərinə cəmi 1 olurdu. Bu da 90 verir, deməli 1-dir. 1 ilə 1-in cəmi 2. Keçim 19'a. Kvadrat desə də nə çəkirdiniz? Paralegram. A, B, C, D. B-in perpendikulyarı deyir. Bir dənə perpendikulyar qaldırdım. B-in 5'dir. A, B 2 kök 3'dür. İndi buraları birləşdirirəm. B-in perpendikulyarı bura neçədir? 90. Bu kvadratın diagonalıdır. 2 kök 3'ü vuram kök 2'yə. Olur 2 kök altında 6. Burada 5'dir. İndi Pifagorun MD'ni tapmalıyım. 5'in kvadratı üstədə 2 kök altında 6'nın kvadratı. Olacaq 25 üstə gəlsin 24. Alıram 49. Oradan da MD'ni neçə tapıram? 7. Aydındır. 21'də şəkildə neçə nöqtə var? 8. 8. 2 nöqtə seçirəmsə, kombinizon 8-dən neçə olacaq? 2. Daxildən deyirsə, erdən kiçik məsafədə daxildən götürməlisiniz. 4 vur 3 böl 2 faktorial. Bu da 8 vur 7 böl 2 faktorial. Bunlar gedir 56'da 12. O da 4'e aparsam 14'də 3. Aydındır. Biz niyə 8-dən 4 seçdik? Çünki say neçədən neçə seçirsən ona baxmalısan. 2-dən seçi bax. Yuxarı 4 yazmağımın səbəbi 4 dənədən 2'si olmalıdır. Odur. Aşağı elə bir ki, şərtdə neçəsindən neçəsini seçməyindir. 23. 23. Məxrəzdə 2 varsa hər tərəfi 2'yə vururum. 4'ü 2'yə vuranda 8. 8'i də 1,5'ə vuranda 12. Mənfiyə böləndə dəyişir. 1 tam nə qədərsə. Ən böyük mənfi tamam mənfi 1. 2 nöqtənin simmetrik olduğu nöqtə onların hansı nöqtəsi sayılırdı? Orta. Bu oxşarı şeydə də gəlib. 2023'də. Səhv sual var deyə yadınızdadır. Bir dənə sual var deyə deyirdim ki, həlli belə olmalıydı, şərti belə versəydi. Hə. Deməli, x-in yerinə 5 qoyuram. 15 üstə gəl, 4'ə 31. 4'ə bərabərdir 16, anda alıram 4. Simetrik ortalıqda o da ortası. Hə, simetriya bilsən nədir? Qatlayanda üst-üstə düşsün. Üst-üstə
üstə düşməsi üçün də o ortada olmalıdır. Sonra deyim 24'də. Var iddia var. Radiusu 4'dür. Hündürlüyü 10'dur. Onda həcmi pi r kvadrat vur h-da axı. Olacaq pi 3'dür. Radius 4'ün kvadratı 16, bu da 10. Alıram 480. İndi bu dolu hissədir. 480-dən çıxıram 336-nı. Eləyir neçə? 144. Bunun bərabərlən pi r kvadrat vur h-a. Oradan boş hissənin hündürlüyünü tapacam. 3, radius 4, 16, bu da h. 48 h, 144, h-ı da alıram 3. Neçə ilə getdin olmur? Birinci o dolu hissən. O da var. 7 tapırsan, ondan 7 çıxsan. Hər qrupda 10 deyirdim, sizdən isə bunu demək istədim. Bizə bunu bir dəfə deymişdiniz deyəsən Hə. donmaydı. Yox, elə belə stəkan idi. Stəkan idi, qaydada var. 25'e ehtiyac var. İmzalı sağ Onu yazan. Mən Yazaq. də yazın da. 25'e yaxşı. 2000'dir səhətdə 20 gün. 2000'i bölürəm 20'yə. Böyükdür. Günə 100 sual işləməlidir. Burada da 1500'ü bölürəm 30'a. Bu da günə 50 sual işləməlidir. Ümumi 2000 sualı var. Günə 100 dənə işləyir. Və neçə gün işlədiyini bilmirəm. Ona görə 100x çıxıram. Qalan sual sayıları bərabərsə 1500-dən də çıxıram 50x-i. 50x də olur 500, x-də tapıram o. Orada bölüm o tanısına. Tənasüblə necə?